Lalə Vəliyeva, ay hacı, mənim də sualımı oxusanız sevinərdim. Mənə baş verə biləcək hadisələr sanki əvvəlcədən agah olur. Yuxuda gördüm, gerçək olur. Bəzən məni bu çox qorxudur. Bu nə ilə əlaqədar ola bilər? Çox sağ olun. Siz sağ olun. O həmişə elə olmur da. O cümlə də qalmıyor həmişə. Deməyin ki, məsələn, pis yuxu gördünüz, 100% elə olacaq. Hərdən olması mümkündür. Ona görə deyirlər, yaxşı yerə yozun. Yaxşı fikirləşin ki, yaxşı da olsun. Düşüncələrimiz təsiri çoxdur biləsiniz. Allah deyib, kim mənə hüsnü zənn eləsə, yaxşı zənn, yaxşı güman eləsə, elə mən o yaxşı gümanın yanındayam. Yaxşı fikirləşməyim haqqında. Yəni, çalışmalıdır insan yaxşı yerə yozsun. Həmişə də elə deyil ki, elə düşündüyümüz kimi də olacaq. Ona görə o cürdən narahat olmayın. Bəzi vaxtlar elə gördüyümüz təxəyyülümüz də ola bilər. Əzğasu əhlamin, Quran deyir, qarışıq yuxular.